skolyoz nədir və nə səbəbdən yaranır? Skolyoz frontal müstəvidən baxdıqda onurğanın sağa və ya sola doğru əyilməsidir. Amma bu sadəcə bir əyrilik deyil. Onurğa 3D quruluşundadır. Yəni skolyoz zamanı onurğa sadəcə sağa və sola əyilmir. Həm də fəqərələr saat istiqaməti və yaxud da əksinə rotasiya etmiş, yəni fırlanmış olur. Bəs rotasiya mexanizmi nədir? Onurğa yanlara doğru əyildikcə fəqərələr 3D formasında fırlanır. Bu fırlanma qabırğaları da özü ilə bərabər fırlanır və nəticəsində çiyinlərdə asimetriya yarana bilər. Döş qəfəsinə, yəni ön tərəfdən baxdıqda bir tərəfdə çıxıntı, digər tərəfdə içəri batıqlıq, kürə nahiyəsində isə donqarlıq, bel nahiyəsində isə bir tərəfdə əzələlərin sərtləşməsi, digər tərəfdə isə yumşalması müşahidə oluna bilər. Yəni, skolyoz bir xəstəlik yox, bədənin tarazlıq mexanizmidir. Skolyozun yaranmasının bir çox səbəbləri var və başlıca səbəblərdən biri isə postural vərdişlərdir. Məsələn, uzun müddət bir tərəfli oturaraq dərs oxumaq, planşet və yaxud telefonlarla oynamaq və yaxud da masa başı işləyənlərin uzun müddətli eyni tərəfdə oturması, ağır çantaların uzun müddət bir tərəf üstə daşınması bu cür halların yaranmasına səbəb olur. Əzələ disbalansı. Əzələlərin bir tərəfi güclü, digər tərəfi zəif olduqda onurğa güclü tərəfə doğru yönəlir. Zamanla bu cür asimetriya rotasiyanı daha da artırır. Bundan əlavə olaraq travma və anadan gəlmə faktorlar, psixoloji və emosional gərginliklər də skolyozun yaranmasına səbəb ola bilər. Skolyoz sənin bədəninin düşməni deyil. Bu siqnal sistemidir. Yəni bədənin sənə məni tarazla və düzgün istifadə et mesajını göndərir. Düzgün yanaşma, nəfəs, əzələ balansı və uyğun məşqlərlə hər bədən yaxşılaşa bilər.